Axşamınız xeyir olsun əziz qrup üzvləri. Bugün mən sizə interaktiv üsullardan danışacağam. Deməli, o qədər interaktiv üsul var ki, saysız hesabsızdır. Sizə sual versələr ki, nə qədər interaktiv üsul var? Deyin ki, sonsuz, en qədər. Nə qədər müəllim varsa, hətta hər müəllimin özünün də onlarla üsulu ola bilər əlavə olaraq. Bəs deyə bilərsiniz ki, dərsliklərdə olan üsullar var. Bu üsullar necədir axı? Bunların sayı bəllidir. Əlbəttə ki, kitablarda, metodika ilə bağlı olan təlimlərdə sizə öyrədilənlər, bunlar beynəlxalq təhsil sistemində olan üsullardır ki, məsəl üçün Amerikada bundan istifadə edir, Fransada bundan istifadə edir, Türkiyədə, yəni beynəlxalq interaktiv üsullardır ki, məsəl üçün debatdır, auksiyondur, Venn diaqramının özüdür, karuseldir. Yəni dünya sistemində istifadə olunur bu interaktiv üsullardan istifadə edirlər. Amma hər müəllim özü də üsul yaradırsa o da bilər. Bu demək deyil ki, kitabda olan üsulları mütləq siz etməlisiniz. Məsəl üçün, sən sinifin üçün özünün kəşf etdiyin bir üsul var. Bu daha yaxşıdır, tutaq ki, sinifini irəli aparır, inkişaf etdirir. O üsuldan istifadə edə bilərsən. Bu o demək deyil ki, mütləq hamı ziqzaq etməlidir, hamı Venn diaqramından istifadə etməlidir, hamı karuseldən istifadə etməlidir. Xeyr, yəni sənin özünün də özünə məxsus üsulun ola bilər. Adını qoy, külə üsulu, adını qoy, çiyələk üsulu. Məsəl üçün, özün bilərsən, nə istəyirsən qoy, bir üsul yarat. Şagirdlərin üçün istifadə et və onları aktivləşdir, fəallaşdır. Deməli, ona görə də, əzizlərim, hər müəllim özü bir üsul yaradıcısı ola bilər. İnteraktiv üsulların sayı hesabı yoxdur. Amma iş formalarının konkret 4 sayı var. Keçən dərsimizdə bunu öyrənmişdik. Fərdi iş forması, cütlərlə iş forması, qruplarla iş forması və kollektivlə. Yəni bütün siniflə iş forması. Yəni konkret olaraq 4 dənədir. Yəni üsullar isə dediyim kimi saysız hesabsızdır. Yəni biz onlara konkret say qoya bilmərik, amma təhsil sistemində istifadə olunan üsullar var ki, biz onlarla tanış olacağıq. Bunlardan biri də beyin həmləsidir. Deməli, 1953-cü ildə Amerika alimi Osborn tərəfindən kəşf olunmuşdur və beyin həmləsi üsulunun başqa adı da var ki, əqli hücum adlanır. Beyin həmləsi və ya əqli hücum. Deməli, burada şagirdlərə sual verilir, problem qoyulur. Bu problemlə bağlı, sualla bağlı bütün şagirdlərin cavabları dinlənilir və heç bir şagirdə sən səhvsən deyilmir. Yəni, sona qədər dinlənilir. Heç kim məsxərəyə qoyulmur, heç kim mühakimə olunmur, hamının fikri dinlənilir. Ən axırda kimin fikirləri bizim problemimizin həllinə daha uyğundur, daha yaxındırsa, o həll yolları seçilə bilər. Yəni, əqli hücum o deməkdir ki, şagirdin beyninə müəllim əqlinə, ağlına hücum edir. Hansısa bir həmlə edir ora və bu zaman artıq oradan cavabları alır və bu cavablarda müxtəlif cavablardır. Deməli, əzizlərim, biz ailəmizdə də əqli hücum üsulundan istifadə edirik. Əslində, özümüzün xəbəri olmadan. Tutaq ki, səhər-səhər valideynlərdən biri, məsəl üçün, ana ayılır, nənə ayılır, deyir ki, bugün mən dolma bişirmək istəyirəm, amma dolma bişirmək üçün bizim evdə şüyüd yoxdur. Neyniyək görəsən? Bu bir problemdir də şüyüdün olmaması. Yəni, övladımızın biri deyəcək, anacan, yaxınlıqda mağaza var, orada satırlar. Başqa biri deyəcək, övladımızın biri deyəcək ki, qonşumuz Kifayət xalanın həyətində var. Bəlkə ondan istəyək. Bəlkə Kifayət xalanın həyəti yoxdur, bina evində olur. Bəlkə onda var, mağazaya getməyək. Yəni, yaxındır da, məsafəmiz yaxındır, yaxın olsun. Ola bilsin, həyat yoldaşı və yaxud da ki, evin böyük qaynata deyir ki, abalam, gərək bugün dolma bişirəsiniz, nəyiniz var onu edin, mağazaya gedəndə alarıq, növbəti dəfə bişirərsiniz. Burada necə olur? Bu sualı verən insan fikirləşir ki, görəsən hansı sərf eləyir? Gedib mağazadan almaq, Kifayət xaladan almaq, yoxsa başqa yeməyi bişirmək? Deməli, artıq burada beyin həmləsi və problemin müxtəlif həll yolları hamı dinlənilir, hamının cavabları nəzərə alınır. Sonunda isə
bizim problemə ən yaxın həll yolları seçilir. Deməli, ona görə beyin həmləsi əqli hücum adlanır və bu tapşırıq beyin həmləsi əqli hücum şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirir. Yadınızdadırsa, yaradıcı təfəkkürü keçəndə demişdik ki, problemin asan həll yolu məntiqi təfəkkürdür. Problemin müxtəlif həll yolu yaradıcı təfəkkürdür. Beyin həmləsində də bu problemin müxtəlif həll yolları var. Deməli, ona görə də beyin həmləsi ən gözəl interaktiv üsullardan biridir, maraqlıdır. Şagirdlərdə həm məntiqi təfəkkür inkişaf etdirir, şagirdlərdə həm yaradıcı düşüncəni inkişaf etdirir. Ona görə də müəllim dərslərində məhz beyin həmləsi interaktiv üsulundan istifadə edə bilər. Deməli, maraqlı interaktiv üsullardan biri də Venn diaqramıdır. Ona həm Venn diaqramı, həm də Euler-Venn diaqramı deyilir. Onu kəşf edən alimin şərəfinə olaraq Euler-Venn diaqramı kimi də görə bilərsiniz. Deməli, əşya və hadisələri müqayisə etmək, oxşar və fərqli cəhətlərini tapmaq üçün Euler-Venn diaqramından da istifadə oluna bilər. Burada iki əşya və hadisə və müqayisə oluna bilər. Hətta 3 əşya və hadisə ilə müqayisə oluna bilər. Deməli, kəsişmə yerində oxşar cəhətləri, hər diaqramın özündə isə hərəsinə aid xarakterik xüsusiyyətlər verilir. Tutaq ki, müəllim isim və sifəti keçir qutarır, şagirdlərə deyir ki, isim və sifəti müqayisə edin. Deməli, uşaqlar isimin diaqramında isimin suallarını, tərifini, ismə aid olan xarakterik xüsusiyyətləri yazırlar. Sifətin diaqramında sifətə aid olanları, kəsişmə nöqtəsində də yazırlar ki, hər ikisi əsas nitq hissəsidir, hər ikisi cümlə üzvü ola bilər, bunlar oxşar cəhətləridir. Və ya isim, sifət, zərf üçü də müqayisə oluna bilər. Hətta burada da yenə də oxşar cəhətlər məhz kəsişmə nöqtəsində öz əksini tapır. Deməli, Euler-Venn diaqramı şagirdlərdə məntiqi düşüncəni inkişaf etdirir. Çünki müqayisə etmək, fərqləndirmək məntiqi təfəkkürün açar sözüdür. Euler-Venn diaqramı şagirdlərdə konseptual bilik formalaşdırır, inkişaf etdirir. Çünki müqayisə etmək, fərqləndirmək konseptual biliyin açar sözüdür. Deməli, ona görə də bu interaktiv üsuldan, məsələn, müəllim fəza fiqurları ilə müstəfi fiqurlarını müqayisə etdirəcək, çoxillik bitkilərlə birillik bitkiləri, təkmənalı sözlərlə çoxmənalı sözləri, yəni istənilən bir hadisənin oxşar və fərqli cəhətlərini, istənilən bir varlığın oxşar və fərqli cəhətlərini tapmaq üçün bu interaktiv üsul çox əhəmiyyətlidir və şagirdləri inkişaf etdirən interaktiv üsullardan biridir. Məşhur interaktiv üsullardan biri də Sokrat dialoqudur. Deməli, Sokrat dialoqu sual-cavaba əsaslanan bir strategiyadır. Yəni, burada müəllim problemlə bağlı bir sual verə bilər. Bugün nə istəyirsə, şagird onun cavabını verir. Cavabı verən şagird digər yoldaşına sual verir. Digər yoldaşa cavab verir, o da bir digər yoldaşına sual verir. Deməli, müəllim burada hadisələrin daha kənara çıxmaması üçün, öz məcrasını dəyişməməsi üçün bəzən şagirdlərə kənar şeylərdən sual verə bilər. Buna görə də müəllim bu zaman müdaxilə edəcək, qoymayacaq ki, bu xətt başqa istiqamətə getsin və əsas məqsəd nədir? Şagirdləri müzakirəyə cəlb etmək, əsas məqsəd şagirdlərdən çoxlu fikir almaq, müzakirə bacarıqlarını inkişaf etdirmək, deməli, onlardan çoxlu arqumentlər almaq, şagirdlərin o müzakirə bacarıqlarını genişləndirmək, formalaşdırmaq və əsasən, yenə deyirəm, hər bir şagirdin o müzakirələrdə aktivliyinin təmin olunmasıdır. Deməli, bu da interaktiv üsulun özəlliklərindən biridir. Deməli, məşhur interaktiv üsullardan biri də proqnozlaşdırmadır. Proqnozlaşdırma idraki taksonomiyanın məhz anlama mərhələsinə görədir. Yəni, anlamaq mərhələsinə görə. Nəyə görə? Çünki kim proqnoz verə bilər hadisə haqqında? O insanlar bir hadisə haqqında proqnoz verə bilər ki, o hadisəni anlayıb, başa düşür, onun anlaması var. Deməli, müəllim mətni keçir, mövzunu yarımçıq dayandırır. Deyir, ay uşaqlar, sizcə bu hadisə necə bitəcək, necə yekunlaşacaq? Bir tarixi hadisə də ola bilər, ədəbiyyatdan da ola bilər. Kimin anlaması varsa, kimin anlaması yüksək dərəcədədirsə,
o hadisənin sonunu bilə biləcək. Yəni proqnoz verir. Sonra da müəllim deyir ki, uşaqlar, indi mətnin gerçək sonluğunu gəlin oxuyaq. Görək sizin proqnozunuzla əslində olanlar eynidir. Deməli, kimin anlaması güclüdürsə, onun düzgün proqnoz eləyəcək. Hətta məsələn bir-biriləri ilə toya gedirik qohum-əqraba ilə. Bəzən toyun əvvəlinə baxıb deyirik ki, mənə elə gəlir ki, toyun axırında filan şey olacaq. Və yaxud da ki, bəyin gəlinə kobud rəftarına görə kimsə baxıb deyir ki, əşi bu indidən belədirsə, deyirsən heç bunların ailəsi çox uzun sürməyəcək. Proqnoz verir. Bunu necə verir? Hadisənin əvvəlinə baxıb sonunu proqnoz edir. Bunu da kim eləyə bilər? Anlaması yüksək olan insanlar. Deməli, ona görə də hər hansı bir məzmunu müəyyənləşdirir, hər hansı bir hadisənin inkişaf xəttini müəyyənləşdirir, sonunu müəyyənləşdirir və burada şagirdlərdə tənqidi, məntiqi, yaradıcı təfəkkür hər üçü inkişaf edir. Şagirdlərdə təhlil etmə bacarığı formalaşır. Şagirdlərdə dəyərləndirmə bacarığı formalaşır. Ona görə də deməli çox maraqlı interaktiv üsuldur və bəzən müəllimlər deyirlər ki, güya bizim nənəmiz, babamız interaktiv üsuldan istifadə edib. Biz oxumurduq ki, yəni bu cavabı mən əslində heç sevmirəm. Niyə görə? Çünki bizim nənəmiz, babamız bir dənə ASTV kanalına baxırlar, amma indi o qədər informasiya bolluğudur ki, və biraz da sürülü intellektlə olacaq hər şey və hal-hazırda bilirsiniz necə mahnılar var. Yəni seçmək olmur onları. Həqiqi müğənni oxuyub, yoxsa onu ifa edən süni intellektdir. Yəni bu qədər həyatımızın içinə girib bunlar. Yəni süni intellekt artıq elə ifa edir ki, biz onu bəstəkar mahnısından seçilməkdə çətinlik çəkirik. Yəni amma düzdür, bəstəkar ona canlı qoyur, duyğusunu qoyur, canlı qoyur, gözəl işlər çıxır ortaya. Hər nəysə. Burada da indi nə var? Bunu görən Z nəsli bizim o ağ-qara dərslərlə razılaşarmı? Bizim məsəl üçün bu nəsil bunlar razı olarlarmı o dərslərə, ağ-qara dərslərə? Xeyr, bunlar rəngarənglik axtarırlar, əylənərək öyrənmək istəyirlər və onlar bu cür onlar üçün daha maraqlıdır, rahat olmaq istəyirlər, onlar çərçivədə olmaq istəmirlər. Ona görə də interaktiv üsullardan istifadə etmək lazımdır. Biz deyirik ki, dərsin maraqlı olması cəlb etmədən asılıdır. Dərsin cəlb olunma mərhələsi bir şagirdləri necə cəlb edəcək? Əlbəttə ki, interaktiv üsullarla istifadə edərəkdən onların o maraqlarını nəzərə alaraq, şagird yönümlülük prinsipini nəzərə alaraq, ona görə də interaktiv üsullar maraqlıdır. Şagird çox gözəl öyrənir, problem qoyur, axtarışa çıxır və əylənir, öyrənir, oyun sanır onu, amma öyrənir. Məşhur interaktiv üsullardan biri də çox gözəl bir üsuldur, ziqzaq üsuludur. İri həcmli mətnlərin qısa vaxt ərzində öyrətmək üçün bu üsul çox əhəmiyyətlidir. Yəni bunun açar məqamı da budur. Baxın, beyin həmləsində nə idi? Problem qoyulur, hamı dinlənilir sona qədər. Sonda kimin cavabları uyğundur? Onlar seçilir. Venn diaqramında nə idi? Əşya və hadisələri müqayisə etdik, oxşar fərqli cəhətlərini tapdıq. Deməli, sonra hansını dedim? Proqnozlaşdırma. Yəni məcbur deyil sırayla deyim, hansı yadıma düşür onu deyirəm, amma hamısını demək istəyirəm. Deməli, proqnozlaşdırma üsulu necə idi? Müəllim bir problemi deyil, yarımçıq dayandırır. Yəni mətnlə bağlı və yaxud da ki, oxuyur, yarımçıq dayandırır. Sonunu proqnoz etməsini istəyir. Sonda əslində olanlarla düşündükləri müqayisə olunur. Kimin proqnozu üst-üstə düşürdü. Və gəldik ziqzaqın açar sözü nədir? İri həcmli mətnləri qısa vaxt ərzində öyrətmək üçün ziqzaq üsulundan istifadə olunur. Deməli, ziqzaq nədir, əzizlərim? Müəllim tutaq ki, böyük bir mətindir. Bu tarixdə ola bilər, coğrafiyada ola bilər, ədəbiyyatda ola bilər, Azərbaycan dili, biologiya. Bir iri həcmli bir dərsdir. Müəllim onu hissələrə böləcək və şagirdləri də 4 qrupa böləcək və nömrələyəcək. 1, 2, 3, 4, 1, 2, 3, 4 hamısını nömrələyir. Sonra da müəllim mətni də 4 hissəyə bölür. Deyir ki, ay uşaqlar, kimin qrupunda bir var gəlsin yanıma, birlər gəlsin mənim yanıma.
Sonra ikilər də bir yerə yığışır. Kimdə ki 2 var, kimdə 3 var, bir yerə yığışırlar. Kimdə ki 4 var, siz də bir yerə yığışın. Sonra müəllim mətnin bir hissəsini verir birlərə, başqasını vermir. İkinci hissəsini verir ikilərə, üçüncü hissəsini verir üçlərə, dördüncü hissəsini verir dördlərə. Bir var ki, bir yazılanlar 2-ni də oxuya, 3-ü də oxuya, 4-ü də oxuya. Amma bir də biri oxuyub təhlil edir də. İkilər də bir dənə 2-ni oxuyub təhlil edir, üçlər 3-ü, dördlər də 4-ü. Və başqa şey oxumurlar. Oxuyurlar, öyrənirlər, bir-birini öyrədirlər və təhlil aparırlar. Mükəmməl öyrənirlər. Deməli, indi müzakirə bitəndən sonra müəllim deyir ki, ay uşaqlar, indi doğma qruplarınıza qayıdın. Sanki o arı ailəsi kimi kəşfiyyata göndərdi, gedin nektar toplayın, şirə toplayın, qayıdın gəlin. Deməli, müəllim arı ailəsi kimi uşaqları paylamışdı, indi qaytarır yerinə. Deyir ki, bir də gəlsin yerinə, 2 də gəlsin, öz doğma qruplarına 3 də gəlin, 4 də gəlin. Artıq bir qrupun içərisində birinci hissəni də bilən var, ikinci hissəni də bilən var, üçü də bilən var, dördüncü hissəni də bilən var. Hər qrupda elədir. Deməli, bir-birlərini də öyrədirlər və artıq hamı öyrənmiş olur. Artıq mətn qısa vaxt ərzində hamı tərəfindən öyrənilmiş olur. Yəni, burada sizə uzun gələ bilər. Burada nə var ki? Yəni bir saniyə qrupa gedirlər, qayırlar. Yəni, bu böyük gələ bilər. Amma əslində necədir? Müəllim qısa vaxt ərzində bütün mövzunu şagirdlərə mənimsədir. Biri də var ki, şagird desin ki, bu 5 vərəq tarixi mən necə oxuyacam? Amma biri də var ki, bir vərəqi oxuyur, təhlil eləyir. Hər kəs bir hissəsini və sonda da hamı mövzunu öyrənmiş olur. Deməli, şagirdlərlə dinləyib anlama bacarığı, danışma bacarığı, oxuyub anlama bacarığı formalaşır. Ziqzaq üsulundan, bu da maraqlı interaktiv üsullardan biridir. Deməli, əzizlərim, məşhur interaktiv üsullardan biri də əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxmaqdır. Baxın, bir hadisə hamıya xoş gələ bilməz. Məsələn, deyirəm ki, bugün rayonumuzda idman yarışı keçiriləcək. Deyirəm, buna münasibət bildirin. Şagirdim bəzi deyəcək ki, əladır müəllimə, çox qəşəng, idman yarışı olacaq, başqa rayonlardan da gələcəklər. Rayonumuzda alış-veriş eləyəcəklər, yəni müxtəlif insanlar görəcək. Yəni, başqa biri deyir, yenə yollarda tıxac olacaq, yenə məktəbə gecikəcək, gələndə yolda qalacaq, maşınlar çox olacaq. Yəni, mən heç sevmirəm, yəni məcbur eləyəcəm səni sev. Xeyr, deməli, hər kəs hər hansı bir hadisəyə müxtəlif nöqteyi nəzərdən baxa bilər. Və yaxud da bugün deyirlər ki, şəkər tozu bahalaşıb, şəkər tozunun bahalaşmasına həmin kim şəkər çoxundur əkibsə, o sevinəcək. Nə gözəl, bu il neçə ildir qazanc götürmürəm, bu il qəşəng qazanc götürəcəm. Bəli, bahalaşıb nə gözəl, mən də baha satacam. Amma adi insanlar, gündəlik ailəsini dolandıranlar deyir ki, ay Allah, mənim evimdə bu qədər şirin çay içən uşaq var. Şəkər qalxıbsa mən necə çatdıracam? Bu da belə deyir. Çünki hər kəs hadisəyə müxtəlif baxa bilər. Hətta qarın yağmasını belə hamı sevməyəcək. Kim sevinəcək? Əlcəyi olan, papağı olan, övladının isti paltarı olan, evində isti sobası, qızdırıcısı olan sevinəcək. Əşi, qar yağmır, nə yağır, yağsın. Övladlarımı salacam evə, maşallah, yeməyim bol, içməyim bol, qoymayacam. Qalacaq evdə. Amma bəzi insanlar var ki, evdə donacaq, qızdırıcısı yox, övladımın yağışa qara dözümlü ayaqqabısı yox, paltarı yox. Bu xoş deyil, buna xoş deyil qarın yağması. Sanki deyir ki, o qar elə bil mənim üstümə yağır. Bu da belə deyir. Deməli, günəşin çıxmasını, yağışın yağmasını belə hamı sevməyəcək. Bəziləri yayda günəş çıxanda sevinir, nə yaxşı, paltarlarımı astım, həmən qurudu. Birazdan gəzintiyə gedəcək. Birisi deyir ki, əşi, bu isti hardan oldu? Bu günəş batsaydı, yəni kondisionerimiz də yoxdur, istidən qırıldıq, batdıq. Hə, necədir? Deməli, bu hadisələri hər kəsə eyni təsir etməyəcək. Deməli, bu insanlarda bu üsul nə inkişaf etdirəcək? Tənqidi düşüncəni. Yəni, birinə xoş gələn, birinə xoş gəlməyəcək. Birinin bəyəndiyini digəri bəyənməyəcək. Biz bunu dərslərdə niyə tətbiq eləyək? Ona görə ki,
əsərdəki hadisəyə bütün şagirdin eyni mövqeyi göstərə bilməsi. Yəni Məcnunun xasiyyətini niyə sevmədin? Məsəl üçün biri deyəcək ki, sevdim, biri deyəcək sevmədim. Birine deyəcəksən ki, Leyliyə nə fikrin var? Müxtəlif nöqteyi nəzərdən baxacaqlar. Biri deyəcək ki, Leyli yaxşı qızdır, biri deyəcək ki, əşi, bu nədir? Bu Leyli də özü qaldırıb böyük köyün qatına qoyub Məcnunla düşüb səhralara. Hər kəs bir qiymət verəcək, əzizlərim. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxacaq. Buna görə də deməli, bu da maraqlı bir interaktiv üsullardan biridir. Və maraqlı interaktiv üsullardan biri də aksiyondur. Deməli, aksiyonun özü ən çox ibtidai siniflərdə sevdiyi üsullardan biridir. Deməli, burada daha çox şagirdləri cəlb etmək, deməli, burada daha məqsədə uyğun olur. Deməli, necə ki, filmlərdə bu, Şabanın filmlərdə var daha çox bu, hərrac üsulu var, ona bənzəyir hərrac. O deyir, məsəl üçün, bir deyir, 5.000 tümən, 7.000 tümən, 10.000 tümən məndən və satdım getdi, verdim getdi deyir. Deməli, lap buna bənzəyir. Deməli, bu necədir? Müəllim hər hansı bir mövzu ilə bağlı da aksiyon edə bilər. Tutaq ki, bugün mən deyirəm ki, ay uşaqlar, gəlin, əlamət bildirən sözlərdir. Ən sadə. Bütün uşaqlar deyir ki, hamı deyir ki, Anar deyir, Vəli deyir, Lalə deyir, Şəbnəm, hamısı dedi, axırda fikirləşirlər, tapa bilmirlər. Artıq ən axırda Rəşad birini tapır və bir uşaq deyir ki, ay müəllim, bu da var. Məsəl üçün, nə oldu? Deməli, 1, 2, 3 deyənə qədər deməlisən. Demədin, uduzursan. Bir də dövr eləyir, gəlir, belə. Deməli, auksiyon nədir? Gəlin ataları sözləri deyək. Məsələn, dostluq haqqında ola bilər. Hamı deyəcək, biri deyəcək, dost başa baxar, düşmən ayağa. Biri deyəcək ki, dostu təngərəkdən olmasa gen gərək. Biri deyəcək ki, dostuna göstərdi, sən kim? Yəni, hərə bir şey də. Axırda fikirləşəcəklər ki, görəsən nə qaldı? Yəni, deməli, tapa bilmirlər, axırda biri çıxacaq. Güllü adında bir qız deyir ki, bu da var. Deməli, Güllü axırda düşünüb, tapan qalib sayılır. Hamı tapa bilmir, biri tapır. Deməli, bu nədir? 1, 2, 3 deyənə qədər deyilməlidir bu. Bu da çox maraqlı üsullardan biridir. Hər hansı bir öyrənilən cisim və hadisələri, xüsusiyyətləri sadalamaq, dinləyib anlamağa bacarığı, köhnə biliklərindən istifadə etmək bacarığı, həm də burada bilirsiniz nə yaranır? Assosiasiya yaranır. Yəni uyğunluq. Məsələn, dostluq haqqında deyirəmsə, bir-birindən dostluq haqqında assosiasiya, yəni şaxələnir. Yəni bugün ola bilsin ki, ana haqqında deyirik, ana haqqındadırsa assosiasiya olacaq. Assosiasiya əlaqə deməkdir də. Onunla əlaqəli olacaq, davam eləyəcək. Yəni bu da çox maraqlı interaktiv üsullardan biridir. Deməli, əzizlərim, növbəti interaktiv üsulumuz əşyaların qeyri-adi istifadəsidir. Baxın, burada əşyaların qeyri-adi istifadəsi də maraqlıdır. Məsələn, şagirdə sual verirsən ki, ay balam, qələm nə üçündür? Qələmin leksik mənası nədir? Yazmaq üçündür də. Yaxşı, ağzım, qələmi başqa nə üçün istifadə edərlər? Ay müəllim, anam evi təmizləyəndə görür proşka tapmır, qələmlə saçını yığır. Mən də yığmışam saçımı qələmlə neçə dəfə. Bu da nədir? Qələmi başqa necə istifadə edir? Yaxşı, ay uşaqlar, bəs qələmi başqa necə istifadə edə bilərsiniz? Hə, şagird deyəcək ki, ay müəllim, elə sinifimizdə hansı güllərin zoğu naziksə, qələmi onun dibinə bastıra bilərik. Bəli, bu cür eləyə bilərik. Dibçək güllərinə istifadə edə bilərik. Yəni, hər nədə kimin ağlına nə gəlirsə, bir kreativ düşüncə, yəni yaradıcı təfəkkürü inkişaf etdirir bu üsul. Yaxşı, ay uşaqlar, bəs kəmər, yəni toqqa nə üçündür? Əlbəttə ki, belimizə taxmaq üçündür, paltara taxmaq üçündür. Yaxşı, bəs bu kəməri, toqqanı başqa nə üçün istifadə edə bilərik? Ay müəllim, uşaq deyir ki, kəməri necə eləyərik? Yəni, sistem vuranda, yəni əgər sistem şlangımız yoxdursa, kəmərlə qolumuzu sıxa bilərik, sistem vurmaq olar, yəni damara iynə vurmaq olar. Məsəl üçün, bağda bax, hətta bir həşarat sancıbsa, kəmərlə sıxmaq olar ki, zəhər bədənə yayılmasın. Bəli, bu da bir kreativlikdir. Yəni, hər hansı bir əşyanın qeyri-adi istifadəsi. Yəni, bunun üçün deyil, amma belə də istifadə etmək olar.
Ay uşaqlar, dəftər nə üçündür? Ay müəllim, əlbəttə ki, dəftər yazı yazmaq üçün bir vasitədir. Bəs dəftəri başqa nə edə bilərik? Nə üçün istifadə edə bilərik? Biri deyəcək ki, müəllim, özümüzü küləhləyərik isti olanda. Biri deyəcək ki, bir yerə yumurta hədiyyə göndəririksə, dəftər vərəqlərindən yumurta büküb, yumurtalar sınmasın. Elə biri də məsəl üçün mən özüm edirəm, yəni istifadə edirəm. Yəni biz hər zaman istifadə edirik bunu. Əlbəttə ki, yumurtalar sınmasın, amma dolmuş lazımsız dəftərləri daha kitabı cırıb yumurta bükmürük. Yəni lazımı kitabı olmaz da, heç bir kitabı cırmaq olmaz. Hər zaman kitab lazımdır. Hər kitabda bir əziyyət var, bir zəhmət var. Onu məhv etmək olmaz. Yəni mən sanki elə bilirəm kitablar həqiqətən çox əzizdir, doğmadır. Neçə illərin kitabları da olsa, yəni cırmaq olmaz onları, yazmaq olmaz. Onlar hər birisi hər bir insan üçün dəyərli olmalıdır. Deməli, əzizlərim, bu da nə oldu? Əşyaların qeyri-adi istifadəsi oldu. Yəni, nə üçün bu məqsəd var ki? Yəni, başqa məqsəd də var. Məsəl üçün, başqa nə edərsən? Başqa hansı məqsəddən istifadə edə bilərsən? Ona görə də interaktiv üsullar həm maraqlıdır, həm də şagirdləri dərsə cəlb edir, həm də akademik nailiyyətlərin yüksəlməsinə gətirib çıxarır. Deməli, bizim dərsimiz biraz da davam eləsə, mən bir azı 22-25 dəqiqədə danışmalı olacağım. Ona görə bura kimi bəsdir. 74-cü səhifəyə kimi olsun bu dərs. Mən ekran kaydını dayandırım. Xanımlar dayanın.